bir çox insan özünü yorğun, həzm baxımından narahat, immun sistemini zəif hiss edir. Çox vaxt problemin kökü bağırsaq mikrobiotasının zəifləməsi, orqanizmdə gedən gizli iltihabın artmasıdır. Bu iki faktor balansdan çıxdıqda nə enerji qalır, nə immun güc, nə də psixoloji rahatlıq. Məhz burada simbiotik, probiotik və omega-3 birləşməsi orqanizmə əsl dəstək verir. Omega-3 yağ turşuları bağırsaqda faydalı bakteriyaların, xüsusilə bifidobakterium və lactobacillusun artmasına kömək edir. Probiotiklər isə bu faydalı bakteriyaların balanslı şəkildə fəaliyyətini gücləndirir. Nəticədə bağırsaq mikrobiotası yenidən güclənir, həzm rahatlaşır, köp və ağırlıq hissi aradan qalxır. Ürək-damar sağlamlığı da bu kombinasiyadan faydalanır. Probiotiklər xolesterin sorulmasını azaldır, omega-3 isə triqlitserid səviyyəsini aşağı salır və damar elastikliyini dəstəkləyir. Bu uzun müddətli sağlamlıq üçün çox vacibdir. Beyin və əhvalda da dəyişiklik hiss olunur. Omega-3 beyin hüceyrələrinin qurulmasında əsas rol oynayır. Probiotiklər isə bağırsaqla beyin əlaqəsini gücləndirərək serotonin balansını dəstəkləyir. Nəticədə özünü daha sakit, daha fokuslanmış və daha enerjili hiss edirsən. Bu tandem bədənə yenidən yüklənmə effekti verir və gündəlik rifahını yaxşılaşdıraraq gözlə görüləcək qədər dəyişiklik hiss olunur.